4 yol üzrə artıq inşaat işləri gedir. Bu birinci Bilgə Novxanı dairəvi yoludur, hansı ki Vaz dairəsi dediyimiz yerə qədər davam edir. Bunun üzərində işlər davam edir, hal-hazırda inşaat işləri gedir artıq və 26-cı ildə bitməsi planlaşdırılır. İkinci layihə, bu 7-ci layihə burada qeyd olunub xəritədə, bu akademik Həsən Əliyevlə Koroğlu metrosunu birləşdirən layihədir. Bunun da üzərində iş gedir. Əminəm ki, şahid olublar şəhər sakinləri. Və bunun da yenə də bu il avqust ayına kimi avqust ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Daha iki layihə Xaqan Rüstamov, Ağa Neymətullah layihəsidir. Bu burada 8 kimi qeyd olunub xəritədə. Bu layihə Babək prospektini Ağa Neymətullah küçəsi vasitəsilə, tunel vasitəsilə Nərimanovla birləşdirəcək. Məqsəd ondan ibarətdir ki, Babəkdə Xətai tərəfdən daxil olan nəqliyyat vasitələri ki, Eksesor otelin yanına daxil olurlar, yenə də Nərimanova getmək üçün, ora daxil olmadan yayınaraq bu tuneli istifadə etməklə Nərimanov istiqamətində hərəkət etsinlər. Növbəti 4-cü layihəmiz isə və əks istiqamətdə əlbəttə o formada hərəkət etsinlər ki, daxil olmasınlar həmən dediyimiz o dar boğaza. Növbəti hal-hazırda işləyən layihə 15-ci layihədir, inşaat gedir. Bu deməli M1 Sumqayıt yolunu M4 Şamaxı yolu ilə birləşdirən layihədir. O eyni zamanda da birinci layihə olan Bilgə Novxanı yoluna birləşəcək. Burada da məqsəd ondan ibarətdir ki, 20 yanvar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sayı azalsın. Deyək ki, Şamaxıdan daxil olan, Şamaxıdan gələn, Xırdalana gələn və yaxud da şəhərə gələn avtomobillər artıq bu yoldan daxil olmaqla şəhərə daxil ola bilirlər. Nəinki Xırdalan dairəsindən və yaxud da 20 yanvar istifadə etsinlər. Ümumiyyətlə, burada daha 2 layihə, o vaxtda mən məlumat verəcəm, nəzərdə tutulub ki, M4-dən həm Xırdalana daxil olmaq olsun, həm Xırdalandan çıxmaq olsun ki, M1 Sumqayıt yolu boşaldıla bilsin. 4 layihənin biz düşünürük ki, yaxın vaxtlarda icrasına, inşaatına başlanılmasını gözləyirik. Bu Xiyabani dairəvi layihəsidir. Bu, deməli, bu layihədə xəritədə göstərilib. Yasamal tərəfdə olan nəqliyyat vasitələrinin dairəviyə daxil olmasına imkan yaradacaq ki, 20 yanvara daxil olmadan ora hərəkət edə bilsinlər. Növbəti başlaya biləcəyimiz layihə bu Xırdalan dairəsi özüdür. Xırdalan dairəsində əlavə zolaq inşa edilməsi nəzərdə tutulub ki, çünki orada problem əslində tuneldə deyil, problem həmən M1-dən Xırdalana daxil olmaq istəyən nəqliyyat vasitələrinin sayındadır. Ona görə orada əlavə zolaq inşa ediləcək ki, o nəqliyyat vasitələri rahat daxil ola bilsinlər ki, M1-i də açsınlar. M4 13-cü layihə burada göstərilib. M4 yenə də Xırdalana daxil olma layihəsidir. Bu tuneldir, dəmir yolunun altından tunel keçəcəkdir. Yenə də Şamaxı yolundan Xırdalana daxil olmaq mümkün olsun. Mən onu qeyd etmək istəyirəm ki, Xırdalan şəhərinin, Masazır kəndinin, Sarayın, Bakı şəhərinə nəqliyyat təzyiqi kifayət qədər yüksəkdir. Ona görə də buna xüsusi diqqət ayrılıb dövlət proqramında. 13-cü layihənin vacibliyi həm də ondan ibarətdir ki, 20 yanvardan şəhərdən çıxan avtomobillər Şamaxı yolunu keçid edərək Xırdalana daxil ola bilsinlər. Nəinki Sumqayıt yolundan davam edib Vaz dairəsindən və yaxud da Xırdalan dairəsindən daxil olsunlar. Yəni bir tərəfdən həm dairəni yüngülləşdirəcək, digər tərəfdən alternativ giriş veriləcək. Bu layihələrin yaxın vaxtlarda icrasına başlanılmasını biz gözləyirik. Qeyd etmək istəyirəm ki, bütün 25 layihələrin, işçi layihələrinin bu il yekunlaşdırılması planlaşdırılıb. Yəni, 26-cı il, 27-ci ildən intensiv tikinti işlərinin başlanılmasını biz gözləyirik.